Salam əziz müdavimlər, bilik və onun növləri. Bugün Time Test Bank'ın bunu işləyirik. Sual 1. Hansı fikir yanlışdır? Metakognitiv bilik Bloom taksonomiyasının yuxarı səviyyəsinə uyğun gəlir. Doğrudur. Metakognitiv bilik Bloom taksonomiyasının yuxarı səviyyəsi. Bloom taksonomiyasının yuxarı səviyyəsi hansılar idi? Təhlil, sonra dəyərləndirmək, sonra yaratmaq. A variantı doğrudur. Ana çıxdıq. Faktoloji bilik Bloom taksonomiyasının aşağı mərhələsinə uyğun gəlir. Doğrudur. Bloom taksonomiyasının aşağı mərhələləri hansılar idi? Xatırlamaq, anlamaq, tətbiq etmək. C variantı. Şagirdin tapşırığın həlli üçün düzgün strategiya seçə bilməsi prosedural biliyə aiddir. Baxın, prosedural bilikdə bir proses yerinə yetirməkdir, bir icra yerinə yetirməkdir. Hər hansı bir işin, prosesin ardıcıllığını söyləməkdir. Yəni, C variantı uyğun deyil. Deməli, yanlışımız oldu C variantı. Gəlin, deyə baxaq. Şagird idraç prosesləri haqqında nə qədər çox məlumatlı olsalar da daha yaxşı öyrənə bilərlər. Yəni, məlumat çox olsa, onlar daha yaxşı öyrənə bilər. D variantı da doğrudur. Strateji bilik, öyrənmə və tətbiqlə bağlı strategiyalardan xəbərdar olmaqdır. Bu da doğrudur. Deməli, bizdə oldu C variantı. Şagird tapşırığın həlli üçün düzgün strategiya seçə bilməsi prosedural biliyə aiddir, yanlışdır. 1 C variantı. 2. Fikirlərdən hansı yanlışdır? Şagirdlər bilik əldə edərkən onu kognitiv proseslərdən keçirməlidir. Doğrudur. Biliyin qəbulu zamanı kognitiv və metakognitiv fəaliyyətlərin əhəmiyyəti böyükdür. Doğrudur. Şagirdlər onlara ötürülən biliklərdən özləri üçün bir məna çıxara bilməlidir. Doğrudur. Bilik faktoloji, konseptual, prosedural və metakognitiv olaraq təsnif edirlər. Doğrudur. Şagird biliyin ötürülməsində passiv iştirakçı rolunu oynamalıdır. Xeyr. Yəni, kurikulum kitabında şagird passiv yox, şagird aktiv olmalıdır. Deməli, yanlışdır E variantı. 3. Deklarativ biliklə bağlı fikirlərdən biri yanlışdır. Hər hansı bir sahə ilə bağlı olan terminlər biliyin bu növünə aiddir. Doğrudur. Sonra, fənlə bağlı digər məlumatlar özündə əks etdirir dəqiq məlumatları. Doğrudur. Digər bilik növlərinin formalaşmasında mütləq deklarativ bilikdən istifadə olunur. Bu da doğrudur. Çünki mənim məlumat xarakterli biliyim, baza biliyim olmasa, digər biliklərim formalaşa bilməz. Deklarativ biliyə idrac fəaliyyətinin istənilən mərhələsində rast gələ bilərik. Doğrudur. Deklarativ biliyə idrac fəaliyyətinin istənilən mərhələsində rast gəlinir. Hər hansı bir tapşırığın icrasını necə edəcəyimizi bilmək deklarativ biliyə aiddir. Səhvdir. İcranı necə edəcəyimizi bilmək prosedural bilikdir. Yolunu bilmək, ardıcıllığını bilmək. Deməli, yanlışdır E variantı. 4. Müəllim şagirddən xarici dildə yeni sözləri daha yaxşı yadda saxlamaq üçün hansı üsullardan istifadə etdiyini siniflə bölüşməsini xahiş edir. Şagird burada biliyin hansı növündən istifadə edir? Baxın, özünüzü bu şagirdin yerinə qoyun. Xarici dil öyrənmək istəyirsiniz və özünüz üçün üsullar kəşf edirsiniz. Üsullar deməli, verilmiş üsullardan istifadə edirsiniz. Yəni, özünüzün öyrənmə metodunuzdur bu. Özümüzün öyrənmə metodu nədir? Metakognitiv bilik. Deməli, olduğu C variantı. 5. Şagird özünü qiymətləndirmə zamanı biliyin hansı növündən istifadə edir? Baxın, burada açar söz kimi özünü qiymətləndirmə. Özünü qiymətləndirmə varsa bir metakognitiv bilik var. Bizim özümüzlə bağlı olan bilik harada idi? Metakognitiv. 5 oldu D variantı. Sonra 6. Şagird xarici dildə dinləmə qabiliyyətini inkişaf etdirməkdə ona faydalı olan strategiyaları qeyd etməsi istənilir. Baxın, kimə faydalı olması? Şagirdin özünə faydalı olan strategiyanı bilirsə, deməli bunda metakognitiv bilik formalaşıb. Şagirdin özü haqqında biliklərə mail olması, idraç biliklər, strateji biliklər metakognitiv bilikdir. 6 A variantı. 7. Hansı fikir doğrudur?
Öyrədici olması üçün informasiyanın seçici şəkildə təqdim olunması vacibdir. Baxın, biz hər bir informasiyanı olduğu kimi öyrənə bilmirik. Seçici olmalıdır ki, biz onu öyrənə bilək. Deməli, 7-də A variantı doğrudur. Gəlin digərlərinə baxaq. Şagirdlər biliyin ötürülməsində yalnız qəbul edən tərəf rolunu oynayır. Yanlışdır. Kurikulum kitabı, dərsliklər, yəni müasir üsullarla keçirilməsində şagird biliyin ötürülməsində yalnız qəbul edən tərəf deyil. Deməli, B variantı yanlışdır. Terminlər konseptual biliyə aiddir. Yanlışdır. Termin faktoloji bilikdir. Prosedural bilik şagirdin özü haqqında biliyə əhatə edir. Yanlışdır. Özü haqqında bilik metakognitivdir. Ardıcıl şəkildə atılan addımlar bilik, baxın, metakognitiv yanlışdır. Burada metakognitiv verməli deyildi. Ardıcıllığı bilmək, yolunu bilmək, icrası, prosesi bilmək prosedural bilikdir. Deməli, 7 oldu A variantı. 8. Hansı fikir yanlışdır? Prosedural bilik əsasən tətbiq etmək mərhələsi ilə əlaqəli olur. Doğrudur. Yəni, bir prosesi, bir icranı yerinə yetirir. Mövzu ilə bağlı konseptual biliyə malik olmaqla şagird cümləni baş və ikinci dərəcəli üzvlərə ayıra bilər. B variantı qalsın. Spesifik bilik faktoloji biliyin bir növüdür. Doğrudur. Metakognitiv bilik konseptual biliyə nisbətən daha üstün səviyyədə yer alır. Doğrudur. Ayrı-ayrı faktoloji bilik arasında əlaqə yaratmaq konseptual biliyə aiddir. Doğrudur. Baxın, B variantı yanlışdır. Deyir ki, mövzu ilə bağlı konseptual biliyə malik olmaqla şagird cümləni baş və ikinci dərəcəli üzvlərə ayıra bilir. Səhvdir. Mövzu ilə bağlı bizim faktoloji biliyimiz olmalıdır ki, biz bilək ki, baş cümlə üzvlər hansıdır, ikinci dərəcəli cümlə üzvlər hansıdır. Bunlar haqqında bir məlumatımız olmalıdır. Məlumatımız olmasa, biz bunu ayıra bilmərik. Deməli, yanlışdır B variantı. 9. Şagird himnin dövlət rəmzi kimi əhəmiyyətini anlayır. Baxın, bu nümunəyə görə şagird biliyin hansı növünü formalaşdırır. Baxın, himni dövlət rəmzi kimi əhəmiyyətini anlayır. Faktoloji bilikləri əlaqələndirir, faktoloji bilikləri anlayır. Deməli, bu nədir? Konseptual bilik. 10. Bu misralarının mahiyyətini dərk edən şagirddə biliyin hansı növü formalaşacaq? Canə sən candan nə kimi gəlsə ciyərlər ağrımaz, həq bilir bir zərrə nişrətən damarlar ağrımaz. İndi ədəbiyyat, şeir demək qabiliyyətim yoxdur. Deməli, baxın, biz dedik ki, əgər bir şeirə qarşı hər hansı bir misradır, şeirdir, nağıldır, onun mahiyyətini dərk edirdiksə, bu olurdu konseptual bilik. Deməli, 10B variantı. 11. Biliklə bağlı yanlış fikri hansıdır? Deməli, 11. Biliklə bağlı yanlış fikir hansıdır? Faktoloji bilik Bloom taksonomiyasının aşağı səviyyələrinə uyğun gəlir. Doğrudur. Metakognitiv biliyə öyrənmə prosesindəki bəzi strategiyaları bilmək də aiddir. Doğrudur. Baxın, özünüz haqqında strategiyanı bilirsiniz. Özünüzün qarşısına məqsəd qoyursunuz. Öyrənmə strategiyalarını bilirsiniz. Deməli, B doğrudur. Uzun riyazi əməllərin yerinə yetirilməsi prosedural bilik. Baxın, riyazi əməl yerinə yetirirsə bir proses, bir icra yerinə yetirir. Doğrudur C variantı da. Prosedural bilik müəyyən müddətdən sonra avtomatikləşə bilir. Doğrudur. Faktoloji bilik digər biliklər arasında əlaqə qurmağı tələb edir. Yanlışdır. Faktoloji bilik məlumat xarakterli bilikdir, baza xarakterli bilikdir. Deməli, 11 E variantı. 12. Abituriyent ali məktəbin müəyyən bir ixtisasına qəbul olunmağı qarşısına hədəf qoyur. Kim qoyur? Özü qoyur. Hədəfinə çatmaq üçün gün rejimi təyin edir. Özünün hədəfinə çatmaq üçün. Bu nədir? Metakognitiv bilik D variantı. Biliyin öyrədilməsi ilə bağlı hansı fikir yanlışdır? Gəlin baxaq. Biliyi şagirdə seçici formada ötürmək lazımdır. Doğrudur. Biz şagirdə biliyi seçici formada ötürməsək, şagird yorular, məhdudlaşar. Ona görə biz biliyi şagirdə seçici formada ötürməliyik.
Şagirdlər biliyin ötürülməsi zamanı onu sakitcə qəbul edən tərəf olmalıdır. Səhvdir. Şagird aktiv olmalıdır, passiv yox. Deməli 13B variantı səhvdir. Bilik ötürüldükdən sonra şagirdlər onu kognitiv və metakognitiv fəaliyyətlərdən keçirməlidir. Doğrudur. İnformasiyanın seçici şəkildə təqdim etmək lazımdır. Doğrudur. Biliyin öyrənilməsi zamanı müəllim fasilitator kimi çıxış etməsi əldə olunan biliyin daha yaxşı yadda saxlanılmasına kömək edir. Doğrudur. Deməli 13 oldu B variantı. Şagird passiv yox, aktiv olmalıdır. 14. Uyğunluq pozulmuşdu. Düsturları yadda saxlamaq üçün fərqli strategiyaları bilmək. Baxın, siz özünüz düstur yadınızda saxlamaq istəyirsiniz. Fərqli stratejiyada istifadə edirsiniz ki, bu düstur sizin yadınızda qalsın. Bu metakognitiv bilikdir. Özümüz haqqında bilik. A variantı doğrudur. Türkmənçay müqaviləsi 1828-ci ildə bağlandığını bilmək. Məlumatdır, sadəcə bilirik. Faktoloji bilik. Doğrudur. Sürücüləri ekoloji qruplara ayırmaq. Baxın, sürənlər haqqında faktoloji biliyi var, məlumat xarakterli. Onları qruplara ayırır. Konseptual bilik. Doğrudur. Sonra xətti tənliklərin həll yollarını bilmək, həll yolunu, ardıcıllığını bilmək proseduraldır. Doğrudur. Göllərin axarlı və axarsız olduğunu bilmək konseptual yanlışdır. Sadəcə göllər axarlı və axarsız olmaqla iki qrupa bölünür. Məlumat xarakterli bilikdir, faktoloji bilikdir. Deməli uyğunluq pozulub E variantında. 15. Biliklə bağlı yanlış fikir hansıdır? Biliyin qəbulunda şagird aktiv tərəf olmalıdır. Doğrudur. Faktoloji biliyi heç nə hamısı şagirdə öyrədilmir. Baxın, biz dedik ki, bilik seçici şəkildə təqdim olunmalıdır. Yəni, biz heç də hamısını şagirdə öyrətmirik. Seçici olanları öyrədirik. B variantı doğrudur. Nəzəriyyə və modellərlə bağlı anlayışlar konseptual biliyə aiddir. Bəli, doğrudur. Öyrənilənlər algoritm şəkildə mütləq tətbiq edilməlidir ki, prosedural bilik formalaşsın. Baxın, tətbiq etsək də, tətbiq etməsək də, ardıcıllığın yolunu bilsək də, bu prosedural bilikdir. Deməli, D variantı yanlışdır. Mütləq tətbiq lazım deyil. Algoritmin yolunu bilmək, ardıcıllığını bilmək, bu yenə də olur prosedural bilik. Yəni, tətbiq olsa da, olmasa da, ardıcıllığını bilsək, yolunu bilsək, bu olur prosedural bilik. Deməli, yanlış oldu D variantı. Şagird qəbul etdiyi biliyi kognitiv və metakognitiv analizlərdən keçirməlidir. Doğrudur. İndi 16. Prosedural biliklə bağlı fikirlərdən hansı yanlışdır? Ardıcıl şəkildə icra olunan addımlar seriyasıdır. Ardıcıllıq varsa prosedural bilikdir. Doğrudur. Avtomatikləşmir, yanlışdır. Prosedural bilik avtomatikləşən bilikdir, düşünülmədən tətbiq olunan bilikdir. Yəni, biz hər hansı bir prosesi tətbiq edirik. Artıq bu bizdə avtomatikləşir, düşünülmədən tətbiq olunur. Deməli, elə yanlışdır B variantı. Dəqiq fənlərə misal məsələnin həlli bu biliyi tətbiqinə əsaslanır. Doğrudur. Sabit və dəyişkən şəkildə icra olunur. Doğrudur. Algoritm, bacarıq, üsuldur. Doğrudur. Deməli, yanlışdır B variantı. 17. Hansı fikir doğrudur? Gəlin baxaq. Mövzunun dərindən öyrənilməsində konseptual biliyin rolu önəmli deyil. Yanlışdır. Bütün biliyin rolu önəmlidir. Spesifik və terminoloji biliklər faktoloji biliyin növləri olsa da onlar arasında bir bağlılıq yoxdur. Yanlışdır. Biliyin növüdür və bağlılığı var. Konseptual bilik faktoloji bilikdən asılı olmadan formalaşa bilir. Yanlışdır. Mənim faktoloji biliyim olmadan heç bir biliyim formalaşmır. Prosedural bilik özündə fəaliyyətin ardıcıllığını, yolunu etibar edir. Doğrudur. 17 D variantı. 18. Hansı fikir doğrudur? Effektiv olması üçün tətbiqi xarakter daşıran biliklərin öyrədilməsi məqsədə uyğundur. Doğrudur. Elə burada fikirləşək. Effektiv olması üçün bizim biliklər tətbiqi xarakter daşımalıdır. A variantı. 19. Müəllim şagirdə instinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirməyə tapşırır. Konseptual bilik. İnstinkti tanıyır, düşüncəli fəaliyyəti tanıyır, təfəkkürü tanıyır və faktoloji biliklər arasında əlaqə qurur. Olur konseptual bilik. 20. Çatdırmayacağıq, 20 qalsın digərinə.